Bir vaxtlar biz Volkswagen, məsəl üçün o CC-lərin üzərində gördüyümüz DSG-lara deyirdik ki, bu uğursuzdur, nə bilim belədir. Amma baxmayaraq ki, onlar heç olmasa bir 10 il gediblər də, heç olmasa. Hətta 15 gedənlər də var. Amma bugün bu Kia Sorento-ların üzərində biz belə mənzərəni görürük. Bu həqiqətən belə ürək ağrıdıcıdır. Və indi 2021-in avtomobilində təxminən həmin tip pillələr qutusunda biz yenə də Mechatron, yenə də nə bilim PowerShift pillələr qutusudur. Buna uyğun şeyləri eşidirik və bu problemlərdən artıq sürücülər bizə müraciət edir, yönləndiririk, gəlirlər və Mehdi Usta da onların içində nələrsə əməliyyat edib dəyişdirməli olur. İndi yenə Mehdi Usta ilə bərabər həm də dedim ki, belə bir fakt üzərindən danışaq, çünki bugün Koreyadan bu tip maşın gətirənlər də çoxdur. Və maraqlısı odur ki, məsələn, mən deyirəm ki, bu heç 80 min getməyib, niyə belədir? Mehdi Usta deyir ki, nə 80 min, eləsi var ki, hətta 25 mində gəlir. Yəni, çox ürək ağrıdıcı mənzərədir avtomobil dünyası üçün və niyə belədir? Mehdi Usta, xoş gördük, salamlar. Salamlayıram Rəqib bəy, xoş gəlmişsiniz. Salamlayıram hər kəsi, bizim Masterclass dinləyicilərimizi, izləyicilərimizi də. Gördüyümüz bu avtomobil Kia Sorento'dur. 2019-dan sonra gələn kuzalardır. 2.2 dizel mühərrik və 8 pillə DSG, yəni PowerShift korobka sürətlər qutusu adlanır. Sürətlər qutusunda, bəli, siz vurğuladığınız kimi, əslində bu avtomobil bizim yanımıza başqa bir problemdən, yəni sürətlər qutusunun fərqli bir ehtiyat hissəsinin sıradan çıxmağının səbəbi ilə yaxınlaşıb. Amma sürət qutunun rahatlığı olub. Bəli, ümumiyyətlə bu avtomobillərdə bu Sorento'ların yalnız və yalnız DSG, PowerShift və bu kuzalarından söhbət gedir. Bunların köhnə modellərin üzərində gələn 6 pillə və 8 pillə o daha uzunömürlü və daha keyfiyyətli sürətlər qutusu sayılır. O sadə idi də. O sadə, bəli. 6 pillə, sonra 8 pillə gəlir. 8 pillədən sonra isə 8 pillə PowerShift, yəni DSG sürətlər qutusu buraxılıb, istehsalçı bunu istehsal edir. Həmin o vaxt ikən Volkswagenlərdə gördüyümüz Mechatronla olanlar. Bəli, Mechatronla, ilişmə muftası olan sürətlər qutusu. Belə deyim, bu avtomobilin əsas problemi, avtomobil əslində səslə bizim yanımıza yaxınlaşıb, bir də avtomobildə əsmə problemi var idi. Əsmə problemi ilişmə muftası, gördüyümüz bax, o ilişmə muftasıdır. Yaş ilişmə muftası adlanır və Mechatron. Mechatronda problem var idi və Mechatron problem olur bu avtomobildə. O da onun beyni sayılır da? Bəli, bəli. Loril desək, avtomat sürətlər qutusu necə gidroblok adlanır. Bunlar isə Mechatrondur. Amma bu avtomobildə problem konkret səs olaraq yaxınlaşmış avtomobil. Yəni maşın uğultu ilə gedir. Bəli, avtomobildə səs, uğultu və taqqılı səsləri var idi. Gördüyümüz şəxsiyyən komplekt dəyişiləcək bu avtomobildə. Bütün bu dişli çarx hamısı dəyişməlidir. Bu kompleks şəkildə dəyişilir. Necə ki, o mostlarda kanişka plantan dəst gedir, kanişka plantan dəst gedir. Bunlarda da bu halda. Amma niyə? Belə görünüşlə baxanda düşün yağın içində. Belə görünüşlə baxanda görünür. Yox, bu daha yaxından baxsaq izi var. Hazır burada düşmür bu yaxından. İz burada yaxından düşmür. Təsirdə görmək olmur bu izdir. Amma yəni o dərəcədə artıq təsir edir. Bəli, təsir edir bu iz buna. Burada əsas amma bu avtomobillərdə sıradan çıxan ehtiyat hissəsi Mechatron, bir də ki, ilişmə muftası sıradan çıxır. Yəni səs az halda, belə deyək, 110% halda səs ehtimalına avtomobil yaxınlaşır. Böyük problem ilişmə muftası və Mechatron. Yəni də deyirəm, alıcıların nəzərində mütləq olsun. Kia Sorento, 8 pillə, PowerShift sürətlər qutusu. 19-dan bu tərəfə hamısı belə. Hamısı bəli, belə gəlir. Onlarda problem var. Mən bir usta kimi, belə deyək, bu sürətlər qutusunu avtomobil olaraq yaxşı avtomobildir. Amma sürətlər qutusu baxımından məsləhət görmürəm alıcıya. Çünki ehtiyat hissələri çox bahadır. Həm bizim bazarda birinci və ikinci əl ehtiyat hissələri çox çətin tapılır. Çünki təzə dişinin ağlına gəlmir. Tez sıradan çıxır. Avtomobili alırıq, Koreyadan alırıq, deyirik ki, 3000-5000 düşdük qabağa. Gətiririk, burada sürətlər qutusu sürpriz, elə 3000-5000 də burada getdik. Məsələn, Mechatron biz həmin o Volkswagenlərdə o vaxtda deyirdilər ki, 10 ildən sonra, yəni onlar 10 ildən sonra narahat olmağa başlayır. Amma bugün artıq 2 ilin, 3 ilin maşını narahat olmağa başlayır və hətta o problemi yaşayır. 22 min kilo, 22 min yürüşdə Mechatron problemi. Niyə də? Yəni belə ola bilməz axı. Səbəbini siz mən özümdə səbəbinin izahını tapa bilməmişəm ki, yəni bu 22 min necə sıradan çıxıb. Avtomobil var, məsəl üçün bu avtomobil 100 minə yaxın yürüşü var. Yəni düzgün davranmırıq, düz sürmürük, nədir orada? İstehsalçı xeyr, 22 min sürülmüş avtomobil necə, oradan gəlmə avtomobili biz burada sürmürük ki. Oradan gəlmə avtomobil 22 mində yürüş Mechatronda problemi çıxır. Ola bilərmi ki, eksporta gedir deyə dəyişsinlər, nə bilim, xaraban qoysunlar artıq? Ola bilər, bəli, o ehtimal var. Bir o ehtimal var, bir də ki, istehsalçı bunu ola bilər ki, marketing baxımından, yəni bu şəkildə buraxır. İstehsalçı üçün bu pisdir axı. Yəni, bax, indi bir videoma baxan adam o avtomobillə maraqlanırsa, deyəcək ki, istəmirəm, bu problemi yemək lazımdır. Əslində düzdür. Bunun harası mən əslində razılaşıram, amma mən marketing baxımından deyə bilərəm ki, yəni bunlarda problem. Bunu tək mən demirəm. Ümumiyyətlə, bu avtomobillərin mühərrikini də pis deyirlər. Yəni, mən eşitmişəm, belə eşitmişəm ki, mühərrik... Bəli, bunların üzərində gələn mühərrik sürətlər qutusudur, problemli sürətlər qutusu sayılır.
Sürətlər qutusunu 100% bilirəm, mühərrikdə eşitmişəm. Yəni tam dəqiq deyə bilmərəm, amma sürətlər qutusu bax bildiyimiz power shift-dir. Bunu da alızlara buradan bir o qədər ürək açıcı sürətlər qutusu deyil. Məsləhət görmürəm. Olur, məsələn, biz məcbur artıq yeni avtomobillər CVT-dir, DSG-dir, power shift-dir, Planeta'dır. Bunları məcbur almalıyıq. Uyğunlaşmalısınız da, variant Uyğunlaşmalıyıq, yoxdur. variant İndi yoxdur. bu neçəyə başa gələcək bu sürücüyə? Bu sürücüyə hardasa ümumi Raqib bəy bir təxmini bilirəm ki, bir 5000 yaxın ehtiyat hissələrinə, ümumi bir 5000 yaxın qardaşım bir xəridi çıxır. Bir dənə bu pillələr qutusu. Bir dənə pillələr qutusundan. Nə oldu? O da bahalaşdı. Yəni o qayetlilərdə deyirdi ki, 2000 xərci var, çoxdur. İndi bu 5000 daha. Baxın da görürsüz. Məsələn, bir avtomobil üçün, 2 avtomobil üçün 5000 həddindən artıq çoxdur. Çox, kifayət qədər Mən əgər çox. Maserati sürürəmsə, mən Ferrari sürürəmsə, 150-200 minlik avtomobil sürürəmsə, 5000, 3000, 5000 sürətlər qutusu üçün heç nədir. Amma bunun o qədər böyük bir qiyməti də yoxdur və 5000 sürətlər qutusunun qiyməti 5000 bir avtomobil üçün sürətlər qutusu üçün. Yəni çox Başqa bahadır. variant yoxdur da burada. Başqa variant yoxdur. Yəni bu avtomobili almaq istəyirsinizsə, qardaş, nəzərinizə sürətlər qutusuna bir problem çıxsa, 5000 nəzərinizə tutun aşağı yuxarı. Yəni ancaq bu şeydə ilişmə muftasında problem olsa ancaq. Ancaq ilişmə nöqtəsində problem yaransa, öz qiyməti bugünkü günü bazarda 1500 manatdır. Və Bir dənə bu. Bəli, bax, bir dənə bu ehtiyat hissəsinin Ayrıca qiyməti- detal olaraq. Ayrıca Amma siz detal Dubaydan olaraq. gətirirsiniz, üstdən çıxma, biraz işləyən falan. Hardasa belə deyim, variant ikinci əldən birinci əlin arasında Raqib bəy çox fərq edəmir. Məsələn, mən bunu ikinci əlinə verirəm 1000, 100 min, 200 manat ətrafında olur olanda bizdə. Niyə elə bahadır? Yəni onsuz da adı üstündə ikinci əldir, onsuz da bu. İkinci əl üçün ümumi sürətlər qutusunun qiyməti öz yerində qiyməti 4000 dollardan yuxarıdır. Mən bunu bu ehtiyat hissəsində, bu sürətlər Siz qutusunda onu sadəcə o belə deyirsiniz, zbor alırsınız deyə. Zbor alırıq. İçindəkiləri parçalayıb bax bölürsünüz. belə izah eləyim mən sizə. Bu sürətlər qutusunda 3 detal sıradan çıxır. İlişmə mutası, mexatron, bir də kompleks şesternalar. Gördüyümüz burada başqa bir ehtiyat hissələri sıradan çıxır. Bunda da ikisi artıq hazırdır. Bunda da ikisi artıq hazırdır. Bunların üçünü mən sürətlər qutusundan söküb satıramsa, artıq o birislərə ehtiyac yoxdur. Hə də bu heç Bunlar heç problem yaranmır. Əsas bunlar üçüdür. Yəni bunların üçünü satdın, sürətlər qutusu elə bir ümumi satılır. Yaxşı, həmin bu power shift, bu cür problem olan başqa hansı modellərdə var? Bu gün gətirirlər də Bax, xaricdən. misal üçün Mercedes-lərə gəlir, Amerikan CL-larda gəlir, 2 mühərrik, 2 turbo mühərrikdə gəlir, power shift sürətlər qutusu. Onu çəkiliş eləmişik. O da mexatronla. Bəli, o da Mercedes. mexatron, bəli, power shift. Konuşurlar artıq adam avtomobil Power almaq shift. qorxur həqiqətən. Onlarda mexatron bir də ilişmə mutası problemi olur. Amma onlarda şesterna problemi olmur, blika problemi olmur. Konkret ilişmə mutası mexatron problemi. Amma onlar ucuzdur Raqib bəy. Onların təmiri 2000-2500 manat ətrafında, yəni tam təmir Siz oluna onda bilir. detalı oradan ucuz ala bilirsiniz. Detal oradan ucuzdur. Deməli o daha çoxdur, daha çox olduğuna görə daha ucuz. Bəli, bazarı çox olduğuna görə, ehtiyat çox olduğuna görə və daha Başqa hansı modellərdə gələ bilər? Başqa Hyundai'larda yoxdur o cür. Kia Sorento-larda gəlir, Santa Fe-lərdə də yəni gəldi. Bu eyni avtomobildir. Belə Hətta deyim. nəzərə alsaq, Hələ bu ki, Amerikadan yəni yox, qlobal Koreyadan böyük gəlir problemlə yeni avtomobil, yəni dual class yaxınlaşmayıb. Ən çox bizə yaxınlaşan biz bilsin nətəli. Bu avtomobil sahəsində biz gördüyümüz işləri praktika üzərindən danışırıq da. Məsəl üçün bir avtomobil 50 min, 100 min yürüş olsun. Görək hansı ehtiyat hissələri sıradan çıxır. Məsəl üçün mən sürətlər qutusu ustası olaraq mən orta hesabdan baxıram ki, məsəl üçün Kia məsəl üçün 10 ədəd Kia yaxınlaşırsa gün ərzində yanımıza, bunun belə deyək 9-u bu sürətlər qutusuna şikayət eləyir. Yəni ona görə baxıram nəzər edən ki, bu sürətlər qutusu böyük problem. Bunu tək mən demirəm. Bunu başqa indi bizdə ölkədə başqa ustalar da var, sürətlər qutusu ustası yığırlar, ehtiyat hissəsi axtarırlar. Siz onsuz da bazarı bilirsiniz də, yəni bəli, başqasını bazar da yəni bilinir gedən və ona aşağı görə mən yuxarı. məsləhət görmürəm bir o qədər. Mən məsləhət görürəm bu avtomobilin 8 pillə sadə sürətlər qutusunu, 6 pillə sadə O da sürətlər 19-dan qutusunu. köhnə olacaq. O da ili köhnədir artıq. Hətta indi də köhnə adam alanda sevinir ki, biraz yeni alır ha. Bəli, amma Yeni yeni də tərtib. alsaz artıq bundan məcbur barışmalıyıq ki, yəni başqa variantımız yoxdur. Artıq sürətlər qutusu təmir olunacaq və təmir olunanda sizi aşağı-yuxarı 5000 nəzərinizə tutun. Yəni bu nəzərinizdə olsun. Bunu biz deyirik, bu bizim borcumuzdur, biz bu insanları maarifləndiririk. İndi kimsə ola bilər, deyər, mənim üçün ola bilər qardaş problem deyil, alım problem olsa yığdıraram, öz seçimidir artıq. Yığdırır, odur. Misal üçün, yəni öz seçimidir. Bu maşını alan alıcı qüvvəsinin gəlirini hesablayanda 5000 onun üçün böyük puldur. Adam 5000 yəni pillələr qutusuna versə elə maşının üstünə qoyar, biraz daha nə bilim təzə bir maşın alar. Əslində bəli, mən də sizdən razılaşıram. Çünki bu gün hətta nə bilim Çin maşınlarını gətirirlər. 30 minə təzə maşınlar gətirirlər, deyirsən ki, normal. Gedə elektromobil alar, nə bilim nə alar. Bəli. Hə, ayso. Amma belə baxışdan görsən burada gördüklərim əksəriyyəti təzə maşınlardır, belə başa düşürəm. Bax, Camry nə idi? 2018 sürətlər qutusunda problem var. Ümumiyyətlə burada gördüyünüz bütün avtomobillər. Xeyr, sadə 8 pillə, sadə avtomat. Yoxsa o nədir? Onda bublik olar o. Xeyr, bu Dədə-baba problemi yoxdur. Friksiyonların üzündə tökülmə var idi əvvəl. İndi isə səs probleminə yaxınlaşıb avtomobil, patimik ilə problem var. Avtomobilin patimik problemi var. Onda böyük bir problem olmur. Onların bax Camry'lərin 6 pillə, bir də 8 pillə sürətlər qutusu gəlir. Onlar 8 pillə həm də 6 pillə biraz uğursuz sürətlər qutusu sayılır. Bu da söküldü robotdur da, bayaq sökdük. Bəli.
Hyundai Tucson 1.7 mühərrik, 7 pillə robot sürətlər qutusu. Orada da Opel'dir, 6 pillədir, Arlando'dur, 6 pillə sürətlər qutusudur, sadə avtomatdır. Santa Fe-ndəki Ceyhun Usta müştərisi, Ceyhun Usta yönəldib bizə. Artıq hazırdır, qardaş, təmir olunub. 6 pillə, məşhur botlar. Hə, o tacın botları. Tacın botları, məşhur botlar. Yox, indi bunları nə bilim, bəlkə də öyrəşmişik, amma bu həqiqətən də belə ürək ağrıdan mənzərədir. Yəni 5000 manat buna ver, bu avtomobil üçün kifayət qədər çoxdur. İndi ona görə biz gördükcə paylaşırıq ki, sürücülər, çünki bu gün yəni özünüz görürsünüz, daha çox avtomobillər təqdim olunur. Oturdum, sürdüm, qəşəngdir. Bu onun o konfet buket sezonu deyirlər, o evlilikdə. Bu həmin onun o dönəmidir. Biz onu eləmək istəmirik də. İndi görürsünüz ki, axır vaxtda bu mövzuda çəkmirik. Çünki baxırıq ki, elə hərə bir dənə maşın götürüb sürürdük ki, bu qəşəng maşındır. Cəmaət yazır, çox sağ ol, Allah razı olsun, gəlib alıram. Biz onun sonraki problem tərəfinə həmişə baxmışıq və indi də bunu gördüm. Ona görə dedik ki, Mehdi Usta ilə bu barədə bir məlumat verək sizə. Yenə də, yəni bu gün artıq mən belə başa düşürəm ki, fərqi yoxdur. Artıq hətta nə bilim 100 ildir tanıdığınız bir marka da olsa belə, yenə də bu gün alanda çalışın heç olmasa bu tərəfini öyrənin. Pillələr qutu tərəfini öyrənin 100%, mühərrikin də təbii ki, öyrənsəz yaxşıdır. Qalan şeylər indi artıq heç bunların yanında onlar heç nə dediyi, onlar demirik. Amma ən çox bu boyda pul sonra sizi nə qədər xərc gözləyir biləndə, indi mən bilmirəm bu sürücü nə hisslər keçirdir, nə düşünür. Bəlkə də özü yazar şərhlərdə, amma yenə də biz çalışdıq ki, bu cür avtomobillərlə maraqlananların xəbəri olsun. Belə, çox sağ olun Mehdi Usta. Siz sağ olun, Rəqib bəyə çox sağ olun, xoş oldu. Sürətlər qutusuna aid kimin nə sualı olsa, hansı avtomobildə, hansı növ sürətlər qutusu gəlir, avtomobilin marka və modeldən asılı olmayaraq bizə buyura bilər. Mən ona məsləhət görə bilərəm, ən azından ki, bu sürətlər qutusu məsləhətdir, məsləhət deyil və yaxud gələcəkdə problem yaransa, sizi hansı xərclər və sizi nələr gözləyir. Çox sağ olun, minnətdarım, buyurun. Hələlik, çox sağ olun.